Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün OTQ sınavlarının hazırlığı məqsədilə bir neçə maraqlı sual nümunələrine baxacağıq. Təbii ki, seçdiyim suallar hər biri DİM-in yenilənmiş test toplusuna götürmüşəm. Neysə, vaxt itirmək yağlıq başlayaq. Deməli, birinci sual uşaqlar. Bu formada sürtünmə qüvvəsi mövzusuna aid olacaq. Deməli, cismi bir F dartı qüvvəsi ilə dartılır və cisimdə sağ istiqamətdə hərəkət edir. Deyir ki, sürtünmə əmsalı 0.2 olarsa, dartı qüvvəsi 12 Newton olarsa, cismin kütləsi 4 kg-dır. Deyir ki, bu hərəkətdə cismin getdiyi yolun zamanla asılı qrafikinin həm düsturunu, həm yolu özünü tapacaq, həm də qrafikini quracaq, asılı qrafikini quracaq. İlk öndə nə edə bilərik? Əvvəlcə gəl göstərək, sürtünmə qüvvəsi hansı tərəf yönəlir? F-dartın əksinə. Ay sağ ol, hərəkətin əksinə. Hərəkətin əksinə. Deməli, bu cisim sağa gedirsə, sürtünmə qüvvəsi hansı tərəf olacaq? Sola. Sol istiqamətdə olacaq. Deməli, sürtünmə qüvvəsinin düsturu necə uşaqlar? Mü vurulsun, MC. N. Mü MC xüsusi hal. Təbii ki, burada da yenə MC olacaq, amma MC olması xüsusi bir hal. Deməli, bu halda baxıram ki, aşağı bir MC qüvvəsi var, yuxarı isə dayağın reaksiya qüvvəsi var. Onda mən sürtünmə qüvvəsi tapa bilərəm. Mü vurulsun, N vurulsun, J. Bərabərdir. Mü'miz neçədir? 0.2. M'imiz 4. J də 10. Neçə elədiyimiz alımız? 48 Newton. Deməli, sürtünmə qüvvəsi 8, dartı qüvvəsi isə 12-dir. Əvəzləyici qüvvəni tapa bilərəm. Əvəzləyici qüvvə. MA bərabərdir, F dartı çıxılsın, F sürtünmə. Dartı qüvvəmiz 12, sürtünmə qüvvəmiz 8. Burada A-nı tapsam, A nəyə bərabər? 12-dən 8 çıxanda 4. Bölünsün kütləmiz 4 kg. 4 kg. Böləndə neçə eləyəcək? 1 metr böl saniyənin kvadratı. Yaxşı, indi bizə deyir ki, təsir tapandan sonra deyir ki, cisim necə hərəkət edir? Yaxşı, bir ilkin olaraq baxsaq. Dartı böyük yoxsa sürtünmə? Dartı böyüksə və dartı və sürətlə eyni istiqamətdə necə hərəkət edəcək? Yenə hərəkət edəcək. İstəsəniz bunu düsturda yaza bilərsiniz əlavə olaraq. S bərabərdir V0T plus AT kvadrat bölünsün 2. Onda bunun qrafikini qursaq, deməli ST-dən necə asılı olacaq? Düz yerləşən. Yerləşən hərəkətin qrafiki bu formada. Deməli, bu formada verir. Deməli, kütləsi bizə verib 200 qram. 200 qram kütləli deyil, cismin sürət tənliyi V bərabərdir 3 kosinus 5 pi t. Bax, bu formada bir tənliyi verib. Deyir ki, əvəzləyici qüvvənin maksimal qiymətini tapın. Biz nə etməliyik əvvəz? Əvəzləyici qüvvənin düsturunu xatırlayaq. F bərabər nəyə? MA. İndi qüvvənin maksimal olması üçün təcil almalıdır burada. Yüksək. Ən maksimal qiymət olmalı. Deməli, biz bu tənlikdən əvvəlcə təcili maksimal tapmalıyıq. Bunun üçün iki üsul var. Bir, ya təcil tapmaq üçün sürətdən teorem almalıyıq, ya da təcilin öz düsturundan. A nəyə bərabər? A maksimal. V maksimal vurulsun omega. Baxaq, bizim V maksimal qiymət. Bilirik ki, funksiyanın qarşısında olan kəmiyyət, qiymət bizim həmin sürətin maksimal qiymətidir. Deməli, 3 vurulsun omega. Omeganın qiyməti nə qədərdir? 5 pi. Bax, 5 omega-da buradakı 5 pi-ni xarakterizə edir. Yaxşı, pi-ni də atsam 3 kimi, 3 vurulsun, 5 vurulsun, 3. Neçə eləyəcək? 45 metr bölü saniyənin kvadratı. Yaxşı. Təcil var, kütlə var. Kütlənin nə etmək lazımdır? Beynəlxalq əsas vahidlərə gətirmək lazımdır. Əla. Minə bölərəm. 0.2. 45-ə Ay, sağ ol. Bərabərdir 0.2 vurulsun 45. Cavab neçə eləyəcək? 9 Newton. İkinci sualımız bu formada olur. Yenə mexanik reaksiya dalğalar mövzusuna aid daha maraqlı bir sual işləyəcəyik. Deyir ki, tezliyi nü bərabərdir 2.4 Hz olan riyazi rəqqası. Bu riyazi rəqqasının uzunluğunu 44% artırdım. Alınan deyir, yeni riyazi rəqqasının tezliyi nə qədər olacaq? Yaxşı, biz əvvəlcə riyazi rəqqasına tezliyi düsturu xatırlayaq. Necə idi? El bölgə. Dəqiq olsun. Kök altında. Aha. İşte pi 1 bölünsün 2 pi. 2 pi kök altında Kök L altında. bölünsün J. bəlkə J bölür. J bölək. J bölür. J bölünsün L. İndi yaxşı, 44% artma, ədədin 44% artması neçə dəfə artmalı? 1,44 dəfə. Ay, sağ ol. Demək 44% artma o deməkdir ki, uzunluğumuz 1,44 dəfə nə eləyib? Dəfə art. İndi yaxşı, biz bilirik ki, indi L harda yerləşir? Mərkəzdə. Məxrəcdə. Məxrəc artanda kəsirin ümumi qiyməti nə edir? Azalır. İndi yaxşı, məxrəcə mən 1,44 qoysam, məxrəc 1,44 dəfə artdı, hə? 2 tam. Köçdə neçə çıxır? 1.2. 1,12. Məxrəc olub 1.2. İndi məxrəc 1,2 dəfə artırsa, tezliyimiz nə edəcək? 2 dəfə azalır. Əla. Əvvəlki qiymətimiz necə idi? 2.4-ü 1,2 bölücü 2 dəfə azalır. Cavab oldu 2 dəfə azalar. Qiyməti neçə olacaq uşaqlar? Hə, 2. cavab oldu 2 Hz. Aferin. Bax, ikinci sualımızdan bu formada. Davam edirik növbəti suallar. Növbəti sualımız daha maraqlı sual uşaqlar. Deməli, belə bir sual verir. Bizə bir qrafik məsələsi verir. V-nin
T'dən asılı qrafik verilir. Bu formada əvvəlcə yavaşlayan, sonra isə bərabər sürətlər çəkililir. Bura olub 5, bura isə 10 saniyə. Bu hissənin qiyməti 5, bura isə 15. Uşaqlar, bura qeyd ediblər 1 ilə. Birinci hissə, buranı qeyd ediblər 2, ikinci hissə. Deyir ki, sürtünmə əmsalı 0.4. Deyir, o x üzrə hərəkət edən cismin birinci hissədə təsir göstərən dartı qüvvəsinin ikinci hissədə təsir göstərən dartı qüvvəsinə nisbətini tapın. Bunda gəlin şərtimizi götürək. Deməli, bizdən istəyir ki, f dartı 1 bölünsün f dartı 2. İndi nə edə bilərəm? Gəlin, daha biraz məntiqlə yanaşaq. Birinci hissə necə hərəkət edir? Yavaşlayan. Yavaşlayansa kim böyükdür burada? Dartı sürtünmə. Sürtünmə. Yazıram onda birinci hissə üçün. Buna birinci hissə üçün yazıram. F sürtünmə çıx f dartı bərabər nəyə? MA. Buradakı dartı yazıram 1. Onda f dartı 1 nəyə bərabərdir? F dartı 1 bərabərdir. F sürtünmə çıxılsın MA. Yaxşı, ikinci hissəyə baxaq. İkinci hissə üçün yazsa necə yazın tənliyimizi? İkisi birbirine beraber. Nədə hərəkət edir burada? Sabit. Bərabər sürət olur. Nə zaman bərabər sürət olur? Əvvəlcə qüvvə 0 olanda. Bunun 0 olması üçün dartı ilə sürtünmə bir-birinə olmalı. Bərabər olmalı. La. Deməli f dartı 2 bərabərdir f sürtünməyə. Sonra gətirək indi tənlikdə nəzərə alaq. Deməli nə edirəm? Dartının birincinin yerinə nə yazsam? Sürtünmə çıxırma. F sürtünmə çıx MA bölünsün ikinci yerinə nə yazsam? Sadəcə f sürtünmə. F sürtünmə. Bərabərdir. Sürtünmə qüvvəsinin düsturunu açaq. Necə yazacaq? Mü MC çıxılsın MA bölünsün mü MC. Şunlar emləri mütləq xaricin çıxarqısına apara bilərəm də burada. Gəlin bizdə də bizə problem yaradan burada A-dır, təzin tapılması. Əvvəlcə bax bu hissədə yavaşlayan hissədə təzin tapaq yuxarıda. Təzin üstü nətərdir? B çıxsın, B0 bölünsün. Ay sağ ol. Onda belə olacaq da 5 çıxılsın. Başlanğıc sürətimiz 15. Zaman neçə olur? 5. 5. 5-dən 15 çıxanda -2. mənfi 10 bölünsün 5 bərabərdir mənfi. Yaş bu mənfi 2. Nə təsir göstərir? Nə? İstiqaməti bilirsən. İstiqamət. Onu göstərirdi ki, sürtünmə dartı nə idi burada? Böyükdür. Ona görə biz nəzərə almışıq artıq onu. Da bu mənfi biz burada nə edəcəyik? Götürməyəcəyik. Biz bunun modulundan istifadə edəcəyik. Deməli bərabərdir. Mühümüz neçədir? 0.4. Vurulsun J'miz 10. Çıx təcilimiz 2 bölünsün müj. 0.4 vurulsun 10. Bərabərdir. 0.4'ü ona bırakın. 4 çıxı 2. 4 çıxılsın 2. 2 2 bölünsün 4 cavab edir 0.5. Bu sualda həllinə gəlib çıxmış oldu. Var daha bir maraqlı sualdır bu. Keçən növbət suala davam edirik. Maksimum sürət çəkini işləyəcək bir neçə suala baxa bilərik. Aha. Deyir ki, mexanik əksər növbəsində yenə deyir 2 sm sıxılmış yaydır. 2 sm yay sıxılar. Bu 2 sm sıxılırsa bu nə uzunluqdur bunun? Maksimal uzunluqdur. Bunun 2 sm sıxılardan sonra maksimal uzunluğu budur. Yay deyir periyodun hansı hissəsində? Periyodun hansı hissəsində 1 sm yoldur. Deməli bu x maksimal 2 idi. Periyodun hansı hissəsində 1 sm yol gedir. Və aşağıdan bizə şərt verir. Deyir ki, kosinus pi bölünsün 3 bərabər 2-də 1-ə. Onda gəlin belə edirik. Biz əvvəlcə koordinat üçün nə etməliyik? Tənlik qurmalıyıq. Koordinatın tənliyi necə qura bilərəm mən? X-in tənliyi necə olur uşaqlar? X bərabərdir. Aha, x-im funksiyaları nə götürəcəm mən? Kosinus omega t. Gəlin verilənləri yerinə qoyaq. X-imiz neçədir? X'imiz 1. 1 bərabər 2 vurulmuş. 2 kosinus omega t. Arada burada bu santimetre çevirmeye ehtiyac yoxdur. Onsa çevirisi də neyin ihtisas edəcək? Ehtiyac yoxdur. Onda kosinus omega t'ni tapaq buradan. Kosinus omega t nəyə bərabər? 1 bölünsün, yəni 2-də 1. Yaxşı, belə bir sual çıxır. Onda bu omega t, yəni bucaq neçə dərəcə olmalı 2-də 1 alsın kosinus? Aa, işte neçə 60 dərəcə, o da neçə ilə verir bizə? Pi bölünsün. Afərin. Onda yazılan belə. Omega t bərabər nəyə? Pi bölünsün 3. Şöyle Amerika'nın öz düsturu nətədir? Periyod olan düsturu. 2 pi 2 pi bölünsün t. Afərin. 2 pi bölünsün t. Aktiv ola biraz. Deməli 2 pi t böl t bərabərdir pi bölünsün 3. Buradan pi'lər getdi. Tənasübü həll edirlər. 6-dan kiçik t bərabərdir t-yə. Kiçik t nəyə bərabər olacaq uşaqlar? Periyod bölünsün 6. Yəni periyodun hansı hissəsində? 6'da 1 hissəsi. Cavab oldu nə? 6'da 1 hissəsi. Əla. Davam edirik növbəti sualla. Deyir ki, uşaqlar, yer səthi yaxınlığında riyazi rəqqasın periyodu t-dir. Deməli, yer kürəsi üçün, bax, yer kürəsi üçün riyazi rəqqas verir bizə və periyodu bizə verib t. Deyir ki, Neptun planetində, bax, Neptunun kütləsini verir bizə. Deyir, Neptunun kütləsi n Neptun bərabərdir 16 m yer. Yəni, 16 dəfə yer kütləsi nədir? Böyükdür. Sonra radius verir. R Neptun bərabərdir 4 dənə er yer. Deyir ki, Neptunda
Neptunda period, yəni riyazi rəqqasının periodu nə qədər olar? Bax biz bunu axtarmalıyıq. İndi neylə? Riyazi rəqqasının periodu necə idi? T bərabər idi 2 pi kök altında L bölünsün Y. Deməli yaxşı. Bu riyazi rəqqası biz yer kürəsində götürüb Neptuna aparsaq hansı kəmiyyət dəyişər? 2 pi dəyişməz. Riyazi rəqqası uzunluğu dəyişməz, dəyişən kəmiyyətlər nədir? Y. Sərbəşmə təsiri və qravitasiya sahəsinin intensivliyi. Gəl onun düsturunu xatırlayaq. Plank üçün olanda. J bərabərdir J M bölünsün L'in kvadratı. Şöyle bunu yer üçün yazaq. Yer üçün olsa bu formada. Yəni bu təhlili, bunu aparıb bura nəzərə alanda bizim periodun qiyməti nə qədər olur? T. İndi gəlin Neptun üçün bunu düz qoş eləməyə çalışaq. Deməli J Neptun bərabərdir. J olduğu kimi qaldı. Neptunun kütləsi yerin kütləsindən neçə çoxdur? Ay sağ ol. 16 M yer. 16 R yerin İndi kvadratı. qoyuram bura 4 R yerin kvadratı. Bu da neçə eləyir? 16 M yer. Bu 16 yerindən 16 gedir. getdi. Yenə həmin nədə al. Deməli nə aldıq? Deməli J vurulsun M Y bölünsün R yerin kvadratı. Bu qiymətlə bu qiymətdə bir fərq varmı? Elə ikisi də T. Onda burada period T-dirsə, burada nə qədər olacaq Neptunda? Elə T. Elə T olmuş olacaq. Deməli cavabımız nə qədər olacaq? Bir period, yəni T-yə bərabər olacaq. Mexaniki iş güc, sonra ağırlıq qüvvəsi, elastiklik qüvvəsinin üçünün qarşı inteqrasiya edilmiş bir sualına baxacağıq inşallah. Deməli belə bir qabdır. Qabın içərisində yay var, sıxılmış yay. Və bunun üzərində bir dənə cisim qoyulur. Hal-hazırda qab boşdur. Heç bir maye yoxdur. Boş qabdır. Deyir ki, cismin kütləsi 10 kiloqramdır. 10 kiloqram. Hal-hazırda su yoxdur. Uşaqlar deyir ki, bura su əlavə olunur. Su əlavə olunduqca cisim başlayır arximet qüvvəsindən nə edəcək? Yuxarı qalacaq. Tam dolandan sonra cisim bu yay artıq deformasiya olunmamış hala gələcək. Deməli, artıq o cisim yaya heç bir qüvvə təsir göstərməyəcək. Deməli, tam dolanda, tam dolsa deformasiya olmayacaq. Deformasiya olmayacaq. Deməli, biz əvvəlcə nə etməliyik? Gəlin baxaq, bu cisimin hansı qüvvəsi var hal-hazırda su boş halda? Hansı qüvvəsi var? Ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi. Nə qədər olur? M, J. Yayın nə qüvvəsi var? Elastik qüvvəsi. O hansı tərəfə yönəlir? Yuxarı. Bu qüvvələr bir-birinə nədir hal-hazırda? Yazıq. F elastikliyi bərabərdir M, J. Əla. Elastikliyi atıram. K vurulsun X bərabərdir M, J. Sonra bizə qeydiyyatda nə verir? Deməli, verib ki, sərtliyi götürün 2000. Sərtliyi də götürün 2000 Newton bölünsün metr. Əla. Gəlin, qiymətlərimizi qoyub X-i tapaq burada. Görün nə qədər sıxılıb bu. X bərabərdir mj bölünsün K. Mj'miz nə qədərdir? 100. Bölünsün K'mız nə qədərdir? 2000. 1, 2, 1, 2. Apardım yerinə qalır. 20'də 1. Yəni 1 bölünsün 20 metr. Elə olduğu kimi hesablayaq. Yaxşı, biz bu X-i niyə tapdıq? Kim deyə bilər ki, yəni bu X bizim nəyimizə lazım idi? Bunun deformasiyası. İndi bizə suala mən şərtini oxuyum, nə istəyir, onu deyim. Deyir ki, su dolandan sonra cismin tən yuxarı qalxana qədər ağırlıq qüvvəsini gördüyü iş. Bax, ağırlıq qüvvəsinin işini tapın. Biz uşaqlar, işi tapmaq üçün neyə edəcəm? A nəyə bərabərdir? İşin düsturu. Fs. İndi ağırlıq qüvvəsinin işini istəyirsə nə yazacam mən bura? Mj. Vur S. İndi S nədir? Bu cisimin qalxdığı yol. Bəli. Nə qədər maksimum uzunluğu. Ay sağ ol, sıxılmış hündürlüyü var ha. Qalxanda həmin qədər qalx. Deməli biz onu əvəzində yazıyıq, buraya X yazacağıq. Bərabərdir. İndi kütləmiz nə qədər? MJ'miz nə qədər tapdıq biz? 100. Belli də 100. X-i nə qədər tapdıq? 1/20. 1/20. 1/5. Cavab eləyəcək 5 joule. Bax bu qədər. Davam edirik növbəti sualla. Növbəti sual uşaqlar hidrostatik təzyiq, Arximet qüvvəsi. Bax bu mövzuya aid bir sualdır. Çox maraqlı bir sualdır. Həmçində sadə bir sualdır. Heç bir düstursuz, yəni düstur istifadə etmədən biz onun qrafikini qurmağa çalışacağıq. Deməli bizə bu formada bir qab verir. Bu formada bir boş qab verir. Deyir ki, krankdan bura su tökülür. Bax, bura su tökülür. Deyir ki, bura verib A nöqtəsi. A nöqtəsində yaranan hidrostatik təzyiqin zaman keçdikcə asılılığı necə olacaq? Aha, kim deyə bilər? P, T'dən necə asılı olacaq? Yaxşı, birinci xatirlə, hidrostatik təzyiq nəyə təzyiqidir? Hansı maddələri? Mayelər. Rho, J, H. Rho sabit, maye töküldü, maye sıxılı dəyişmədir şey. J sabit. Tökülən mayenin töküldükcə hündürlüyü nə edir? Azalacaq. Mayenin artacaq. Mayenin hündürlüyü artacaq. Mayenin hündürlüyü artdıqca təzyiqliyi nə edir? Artacaq. Artacaq. Deməli ilk öncə, bax, ta ki bura qədərə çatana qədər bu hündürlüyü nə edəcək? Artacaq. Hündürlük artırsa təzyiq nə edəcək? Artacaq. Artdı.
İndi gəldi çatdı bura. Yenə eyni miqdar su tökülür. Suyun dəyişməsində heç bir fərqi yoxdur. İndi amma qabın sahəsi, en kəsiyin sahəsi nədir? Azaldır. İndi tökülən suyun hündürlüyü daha sürətlə necə? Artacaq, onu təcrid daha çox artacaq. Daha çox artacaq. Bu formada. Deməli, əvvəlcə biraz bucaq kiçik olur, alfa. Növbəti hissədəki bucaq daha böyük olmuş olur. Yəni daha dik olacaq. Aydındır? Yəni elə çətin bir sual deyil. Dimdə bu sualdan çoxdur, imtahanlara düşə biləcək suallardan biridir. Növbəti sualla davam edirik uşaqlar. Bu sualımız isə yenə maraqlı bir suallardan biridir. Həm statika bölməsinə aiddir, həm də Arximed bölməsinə aiddir. Deməli, əvvəlcə şəklini çəkməyə çalışaq. Deməli, bu formada bizə link verilib. 5 bölgüdən ibarətdir. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Fərqlənməsi üçün rəngləyirik. Bölgülər arası məsafə uşaqlar hamısı da eynidir. İkinci bölgüdən iplə linkimiz yuxarı bağlanmışdır. Tamamı bağlanır. Buradan bir cisim ipə bağlanır və bu cisim hal-hazırda suyun içərisindədir. Suyun içərisindədir. Burada isə bir dənə cisim verilib M2 kütlədir. Burada T2, burada T1, burada isə T1. İndi gəlin verilənləri yazaq. Deyir ki, birinci cisimdə budur, M1. Birinci cisimin həcmi, bax buradan qeyd edirəm. Birinci cisimin həcmi bizə verir 20 santimetrin kubu. Cisimin sıxlığı, bax birinci cisimin sıxlığı bizə verir 4000 kilogram bölünsün metrin kubu. Sonra nə verir bizə? Suyun sıxlığı, rho su bərabərdir 1000 kilogram bölünsün metrin kubu. Sonra bizdən nə istəyir? Bax bu T istəyir ki, bu T nə qədərdir? Demək, nə edə bilərəm? Əvvəlcə bax bu cisimə təsir göstərən qüvvələri göstərək. Bu cisimə hansı qüvvə təsir? Aşağı hansı qüvvə? Ağırlıq qüvvəsi. Yuxarı Arximed qüvvəsi. Yuxarı Arximed qüvvəsi. Deməli, yuxarı 2 dənə qüvvə var. 2 dənə qüvvə. Yuxarı 2 dənə qüvvə yazan. T1 üstə gəlirsən. F Arximed bərabərdir MG-yə. M1 ki, afərin. Yaxşı, birinci cisimin kütləsi yoxdur, amma əvəzində bizə həcm və sıxlıq verir. Oradan çəkisini tapaq. Kütləsini tapaq, sonra çəkiyək. M bərabərdir rho V ilə. M bərabərdir rho V. Yaxşı, 20 santimetrin kubudur. Bunu nə etməliyik? Zirvənin metrə. 0'dan 1000'dir 20-ni neçəyə vurmalıyam? 1000'ə On bölməli. üstü Millən yoxsa? bölürsən. Deməli, santimetrdən metrə keçəndə 100-ə bölürsən. Kubudursa, 10 üstü 3. 10 üstü 3-ə bölürsən. O da eləyirsən milyon. Yəni vurulsun 10 üstü mənfi yazar bilərəm də bunları. Olduğu kimi saxlayaq, hələ dəyişiklik eləməyək. Deməli, gətir nə edirəm? Vurulsun 4000. Bərabər. Uşaqlar, 1-0, 2-0, 3-0, 4-0. 10 üstü mənfi qaldı, mənfi 2. 4 vur 2. 8. 8 də 100-ə böləndə 0,8. 0,8 kiloqram. Onda bunun ağırlıq vəsini nə qədər eləyəcək? MG-nin hesabına. 0,8. 0,8 yük. Əla. İndi yaxşı, Arximed qüvvəsini necə hesablayırlar bəs? Arximed suyun içərisində. Aha, F Arximed nəyə bərabərdir? Rho maye, J və batandır. Cisim tam batır mı? Batıb tam batmıyor, suyun içərisində deyil tam. Deməli tam həddi götürə bilərəm mən. Bərabərdir. Mayenin sıxlığı neçədir? Rho'nun maymi 1000. Vur J'miz 10. 10. Cisimin həcmi 20. 20 vurulsun 10 üstü mənfi 6. 10 üstü mənfi 6. Deməli 1-0, 2-0, 3-0, 4-0. Plus da 20, 5 0. 20-də də bir dənə 0 var, oldu 5 dənə 0 getdi, qaldı nə? 2 vurulsun 10 üstü mənfi 1, o da neçə edir? 0,2. 0,2 Newton. Əla. Deməli uşaqlar biz Arximedi tapdıq. MG-ni tapdıq. İndi T1 tapa bilərəm. Bəli, Arximeddən çıxaq, MG-dən T1 bərabərdir. Ay sağ ol. MG-miz nə qədər uşaqlar? 0.8. 0,8. 0.2. 0,2. Oldu 0,6 Newton. Deməli biz hal-hazırda bunu aşağı dartan qüvvə tapdığına görə 0,6 Newton. Bu hissə bitdi. Arximedlə bağlanan hissəmiz bitdi. Qaldı nə? Link məsələmiz. İstəyirsiniz rahat olması üçün aşağı hissəni təmizləyək, bizə mane olmaz. Yəni bu hissəyə bizim artıq işimiz yoxdur. Linkin tarazlıda olması hansı qayda ödənməlidir? Momentlər qaydası. Momentlər qaydası nətər idi? Saat əqrəb istiqaməti olan momentlər Toplanılır. saatın əksisi olan momentlərin alınır. Bərabər olmalıdır. Demək bu hissənin momenti ilə bu hissənin momenti bir-birinə nə olmalıdır? Bərabər. İndi yazıram. Bu hissənin ağırlıq qüvvəsi nə qədər oldu? 0,6. Qolu dayaqdan olan məsafə nə qədərdir? 1, 2, 3. Vurulsun 3. Bərabərdir. Uşaqlar bu T2 ilə MG bərabərdirmi? Bəli. Sonda ehtiyac yoxdur. Yəni M2 yecinin yerinə T2 ilə yaza bilərəm. Yazıram burada. T2 vurulsun. Qol nə qədərdir? 1, 2. Vurulsun 2. Onda T2 qüvvəmiz nə qədər olacaq? T2 bərabərdir. 2 ilə 8 bölünmüş 2 0.9.
0.9 Newton. Deməli burada da qüvvəni tapdıq. 0.9 Newton. İndi bax uşaqlar. Aşağı nə qədər dartır? 0.6. Aşağı nə qədər dartırsan? İndi onda yuxarı nə qədər olmalıdır? 1.5. 1.5 Newton. Çünki aşağı yönlən qüvvələrin cəmi, yuxarı yönlən qüvvənin cəmi nə olmalıdır? Bərabər olmalıdır. Bax bu sualımız da çox maraqlı bir sual idi. Növbəti məsələ ilə davam edirik uşaqlar. Deməli, bizə belə bir VT qrafik verilir. Sürətin zamandan asılı qrafikidir bu formada. Deməli, başlanğıc sürəti bizə verib 2, son sürəti bizə verib 8, zamanı isə bizə verib 4. İnşallah deyir ki, çox maraqlı sual, diqqətlə qulaq asın. Deyir kütləsi 2 kiloqramdır. Kütləsi 2 kiloqramdır. Deyir 6 saniyə ərzində, qrafik neçə saniyə verir? 4 saniyə. Bizə deyir ki, 6 saniyə ərzində dartı qüvvəsini gördüyü şey hesablamalıyıq. Deməli, A dartının işini hesablamalıyıq. Yaxşı, biz əvvəldə bir işin düsturunu xatırlayaq. İşin düsturu necədir? A bərabərdir F dartı vurulsun S. Dartın yerə nə yazırlar? Bizə dartın işini istəmirik, üzr istəyirəm. Əvəzləyici qüvvənin işini. Əvəzləyici qüvvənin aha, MA vurulsun S yaza bilər. Deməli, burada anı tapa bilərik də. Anı əvvəldə tapırıq. Necə? V çıxmış, V sıfır. Afərin. Böl T. Aha. Deməli, 8 çıxmış 8 2, 6 böl 4. Neçə elədi? 1.5. 1.5. Təcrid, bax kütlə var. Təcrid tapdım. Qaldı 6 saniyə ərzində bunun getdiyi Yox. yox. İstəsəniz 2 üsul var. Bu qrafik uzadır. Təcridin qiymətini tapa bilərsiniz. Heç ona ehtiyac yoxdur. Sizin necə hərəkət edir? Yerləşən. Yeniləşən. Yeniləşən hərəkətdə gedilən yolun üstü necədir? S bərabərdir. V0 T plus 6. Afərin. V0 T plus AT kvadrat bölünsün 2. Bərabər. Başlanğıc sürətimiz neçədir? 2. 2. Zaman bizə neçə saniyə soruşur? 6 saniyə. 2 vur 6. Üstə gəlsin. Təcrid tapdım. 1.5. 1.5. Zaman 6'nın kvadratı 36. 36 bölünsün 2. Bərabər. Deməli 2 vur 6. 12. 12. Üstə gəlsin. Bunu bura 18. 18 də 1.5-ə vuranda neçə eləyir? 9 vur 27. Ümumi cavabımız neçə eləyəcək? 39 metr. Deməli sizin nə qədər yol gedəcək? 18. Yox, neçə də tapdıq. Bərabərdir. Deməli kütləmiz 2 vur. 2 ilə 3 yazıram 1.5 rahatsızlısın. Vurulsun 39. 2 ilə 2 gedir. 3 vur 39 neçə eləyir? 117 joule. Bu sualımızda çox maraqlı bir sualdır. Uşaqlar bəzən çaşırlar şagirdlər, elə 4 saniyəsi götürür hesablayırlar. Bu olmaz. 6 saniyəsini tapıb, sonra nə etmək olar da? Fiqurun. Gedilən yol tapmasını edirəm. Fiqurun sahəsini tapıb hesablama olar. Məncə bir yollar var. Bu yol daha rahat, əlbəttə daha çox dərinə düşmüşsən də. Zət bölməsinə aid. Deməli 2, 4 10 bölgü bir dənə cisim verir bizə. Çubuq bölgü. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Tən ortadan daya koyun. Tən ortadan daya koyun və buradan 6 kiloqramlıq bir yük asılır. 6 kiloqramlıq yük asılır. Və buradan tərpənən blokla bağlanır. Tərpənən blokla bağlanır və F qüvvəsi yazılır. İndi şərti oxuyuram. Deyir ki, linkin tarazlıqda qalması üçün ipin sərbəst ucuna hansı F qüvvəsi tətbiq etmək lazımdır? Deməli, neyin də əvvəlcə? Bura F-dirsə, burada F yaza bilərəm. Onda aşağı nə qədər olur? Bundan sonra bizə blok ehtiyacımız var. Onda blok istəyir. Də bizə magnit istifadə. İndi baxın, momentlər qaydası yazmalıyam bu olsun. 6 kiloqram qol nə qədərdir? 1. 6 kiloqramda qüvvə çevirsəm, MG'si nə qədər olur? 60. 60 Newton. Deməli 60 vurulsun 1 bərabərdir. 2F 2F'in qolu nə qədərdir? 1, 2, 3. Dayaqdan baxılır. 2F vurulsun 3. Onda F qüvvəsi nə qədər olacaq? 3 ilə 60. 60 bölünsün 6, 2 vur 3 neçə edir? 6. Cavab neçə edəcək? 10. 10 Newton. Deməli tarazda saxlaması nə qədər qüvvə tətbiq etmək lazımdır? 10 Newton tətbiq etmək lazımdır.